koşa gelip anaların bayramı, onu gülle çiçekle tebrik eləyir hamı. Baharla koşa gelip anaların bayramı, onu gülle çiçekle tebrik eləyir hamı. Analar ay analar, ay mehriban analar, sizin bayramınızı tebrik edir ilkbahar. Analar ay analar, ay mehriban analar, sizin bayramınızı tebrik edir ilkbahar. Geldi saftır temizdir, bize candan əzizdir. Ana gören gözümüz, vuran yüreğimizdir. Geldi saftır temizdir, bize candan əzizdir. Ana gören gözümüz, vuran yüreğimizdir. Analar ay analar, ay mehriban analar, sizin bayramınızı tebrik edir ilkbahar. Analar ay analar, ay mehriban analar, sizin bayramınızı tebrik edir ilkbahar. Sizin bayramınızı tebrik edir ilkbahar. Sizin bayramınızı tebrik edir ilkbahar. Əziz və dəyərli xanımlar, bugün sevginin, gücün, mərhəmətin bayramıdır. Bugün qadın olmağın bayramıdır. Qadın bir evin istiliyi, bir evladın ilk müəllimi, bir cəmiyyətin gizli dayağıdır. Biz bəzən yoruluruq, bəzən susuruq, amma heç vaxt çalışmaqdan vaz keçmirik. Çünki qadın olmaq güclü olmaq deməkdir. Bugün xüsusilə qeyd etmək istəyirəm ki, hər bir xanım öz həyatının qəhrəmanıdır. Kimimiz ana olaraq, kimimiz müəllim, kimimiz həkim, kimimiz evdə və yaxud da işdə. Böyük məsuliyyət daşıyaraq böyük fədakarlıqlar edirik. Bunu bəzən heç kim görmür, ancaq qəlblərdə iz qalır. Əziz xanımlar, unutmayaq, biz güclüyük, biz dəyərliyik, biz sevməyə və sevilməyə layiqik. Təkcə bugün deyil, hər gün. Bu gözəl gün münasibəti ilə əziz xanımlar, sizə sevgi dolu günlər, xoşbəxtlik, üzünüzdən əski olmayan təbəssüm arzulayıram. Qoy həyatınız çiçəklər kimi rəngarəng, qəlbiniz ümidlə dolu olsun. 8 Mart Beynəlxalq Qadınlar Gününüz mübarək. Ümid, sevgi, mərhəmət. Bir qadın olaraq dünyadan istədiyimiz təkcə bu 3 şeydir. Bizə ümid verin. Yaşamaq, yaratmaq, xoşbəxt olmaq üçün bizə kiçik bir ümid verin. Dünyanın daha ədalətli olacağına, daha huzurlu yaşayacağımıza inandırın bizi. Axı biz qadınlar inansaq, bütün dünyanı buna inandıra bilərik. Bizə kiçik bir sevgi verin. Dərya qədər, ümman qədər yox, kiçicik. Çünki biz qadınlar öz ana qəlbimizdə həmin o kiçicik sevgini zərrəciklərə bölər. Milyardlarla zərrələr yaradarıq. Və o zərrələri nəsil-nəsil, neçə-neçə nəvələrə, övladlara ötürərik. Bizə mərhəmət göstərin. Qədərindən daha çox çiyinlərimizə yük yükləməyin. Qoy duruşumuz dik olsun, başımız ucu olsun. Axı biz bir evin ləzzətli yemək qoxusu, bir otağın bəmbəyaz, tərtəmiz masa örtüsü, səliqəsi, biz bir ailənin, bir ocağın gülüş səsləri, şən şaqraq gülüşləriyik. Biz bir
körpənin ilk nəfəsi. Biz bir körpənin ana südü, bir igidin, bir oğulun ana vətəniyik. Əziz qadınlar, həm kolleqalarıma, həm məni dünyaya gətirən analarım, bütün anaları, əskər analarını, şəhid analarını, həm bizim ölkəmizdəki bütün zəhmətkeş qadınları bu gözəl gün münasibətilə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, qəlbinizdən ümid, mərhəmət və sevgi heç zaman əskik olmasın. Bayramınız mübarək. Əziz analar, sevimli müəllimlər, dünyadakı bütün qadınlar bugün sizin gününüzdür. Biz istərdik ki, təkcə bir gün yox, elin bütün günlər sizin olsun. Gözünüzdən görüş, qəlbinizdən seviş əksik olmasın. Siz görün ki, dünyamız görsün. Bayramınız mübarək. 8 Mart'dır anacan, qapızdan oyanmışam, əllərimdə gül çiçək qarşında dayanmışam. 8 Mart'dır anacan, tərəfimiz gözümdən, andicəm heç zaman mən çıxmaram sözündən. Layla çalış bədək, beşiğimin başında, sən ömrümə çıraksan o son neçə yaşında. Çaxma bayraq anacan, bu sevimli bayramı, yüksəlmiş ənəmə bir ədədir aç sənə. Tumarlarsan saçımı, uzaram dağ kimi, böyüsəm də sevərsən, sən mənim uşaq kimi. Gün 8 Mart günü, gün səhər bayramı, təbriqini qəbul et, səndən candan yananı. Həyatımın mənası, anasısan sən ana, mənə həyat bəş edib, bölüşdün yana yana. Əsər cümləm varlığı, müqəddəsim sən məni, sənə evlat yolunda, şam kimi əriyəni. Mən dünən anama gül bağışladım. Dedim ki, bayramın mübarək ana, öpür sözündən haq. Dedim, ömrünü açsın min çiçək ana. Bana zafratlar gətirən analar var olsun, lalalar, dayım baxtiyar olsun. Nəçə olursa olsun, ana dayım anadır. Sənə çörək bir yana, analar bir yanadır. Analar bayramıdır, dərib Mart'ın şərqisi. Aşamalar, hamı təbrik edirik sizi. Əmmi, bana xalq, güneş kimi yanırsan, gönlümü yatırıq, hər azı təsirik. Açılıbdır sevinciyle ürəklə, əsin yaz qoxulu küləklə, sanki deyir bütün gülər çiçəklər,